Bugün 15 Mart 2025-ci il tarixli Səlyan rayon Narbatan kəndi. Ərazi nümayəndəliyinin qabağı. Demək, mən Həsənov Kamal, Azərbaycan Respublikası Könüllü İctimai Nəzər İctimai Birliyi Səlyan Regional Təşkilatı. Dəfələrlə gedib mən şəbəkəyə müraciət eləmişəm, xahiş eləmişəm ki, buradan biz gedəndə videoda çəkib ictimailəşdirmişik ki, biz buradan Arbatana maşın sürüb gedəndə bu tərəfdən gələn qatarı görmürük. Ələlxüsusda bu qamışlar inkişaf eləyəndə. Dəfələrlə burada hadisələr baş verib, qəzalar baş verib. İndi baxın, bu 10 kilovolt Arbatan hava xəttidir. 35-10 kilovoltluq Səlyan yarımhissəsindən çıxıb Arbatan kəndinə paylanır. Bunun demək dəmir yol keçdiyinə görə bu ankeri dirəyi 35 dirəkdir. Baxmayaraq 35 dirəkdir, xətt 10 kilovolt. Bunun altı bu vəziyyətdədir. Mən o gün də şəbəkənin rəhbərliyinə müraciət elədim, xahiş elədim vətəndaş olaraq ki, çox xahiş eləyirik bu kollar. Bax, burada ancaq koldur. Yəni yulğun azadında bir dənə orada yulğun var, ondan da heç kim iş olmasın. Çünki yulğun qızıldır da, bir ekoloq onu göz bebeği kimi qoruyur. Örtken kollarıdır burada, bir de qamışdır. Baxın, qamışdır, bir de ağac da qalıb bunun içində batıb gedib. İndi burada yeni bələdiyyə sağ olsun iş görmək istəyir. Burada bir park kimi salmaq istəyirlər də. Yaşıl dünya yaratmaq uğruna Azərbaycan dövləti bu günləri öndə gedir, çalışır. Və dünyaya sübut edir ki, biz yaşıl dünya uğrunda biz ısrarı yok ki, bunu Cənab Prezident dəfələrlə vurğulayır çıxışlarında. Bir baxın, bu kollar təmizlənməsə, buralar təmizlənməyəcək, burada da iş görmək mümkün olmayacaq, biabırçı bir vəziyyətdir. Orada da şəhidimizin Allah rəhmət eləsin bulağıdır. Bu da dəmir yoludur. İndi bələdiyyə təzə seçilib, sağ olsun iş görmək istəyir. İndi biz ona görə kömək eləyək də bir vətəndaş olaraq, bizim də vəzifə borcumuzdur bu. O baxın, yulğunun özü bir ağacdır, onu da bu deyib qaldırıb səliqə səhmana salmaq olar. Amma bu kollar imkan vermir də, qamış imkan vermir bura girməyə. Xəttin qoruq zonasıdır, heç kim bunun altına girə bilmir. Ona görə mən xahiş eləyərdim aidiyyəti qurumlardan və əgər bu video çatsa Azərşıq rəhbərliyinə, Azərşıq rəhbərliyi cənab hörmətli, çox hörmətli Vüqar Əhmədova buna bir göstəriş versin ki, bir tədbir görsünlər. Çünki bizim vəzifə borcumuz biz vətənimizi qorumalıyıq. Onun təmiz olması, gözəl olması bizə ən vacib məsələlərdən biridir. Hörmətlə demək, Səlyan Arbatan kənd sakini Həsənov Kamal.